Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesində təqsirləndirilən şəxs David Babayan, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən, qondarma rejimin 5 qanunsuz prezidentindən 4-ü ilə Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan və Samvel Şahramanyanla işlədiyini müxtəlif vəzifələrdə çalışdığını dedi. David Babayan bir müddət qondarma rejimin informasiya siyasətinə cavabdehlik daşıyanlardan olub. O, qondarma rejimin media qurumlarının əsasən Ermənistana aid olan AM domenindən istifadə etdiyini və bu portal altında fəaliyyət göstərdiyini dedi. Bildirdi ki, 2021-ci ildə Arayik Harutyunyan onu qondarma rejimin Xarici İşlər Naziri vəzifəsinə təyin edib. Bundan sonra qondarma rejimin Təhlükəsizlik Şurasının üzvü kimi Şuranın iclaslarında iştirak edib. 2021-2022-ci illərdə Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan olub. David Babayan dedi ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində yaşayan sakinlər istənilən xarici ölkəyə Ermənistan pasportları ilə gediblər. Qondarma rejimdə çalışanları da diplomatik pasportla Ermənistan təmin edib. Tuqay Rəhimlinin xarici ölkələrə səfər zamanı viza sənədi doldurularkən sənədin vətəndaşlıq bölgəsində hansı ölkənin adını qeyd edirdiniz sualına belə cavab verdi. Pasportda hansı ölkənin vətəndaşı yazılırsa, vizada da onu yazırdıq. Mənim pasportum Ermənistan Respublikasının pasportu idi. Ona görə də Ermənistan vətəndaşı yazırdıq. David Babayan xarici ölkələrə səfər zamanı Ermənistanın verdiyi hər iki pasportdan istifadə etdiyini dedi. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin qondarma rejimin hansısa dövlətdə nümayəndəliyi olubmu sualını isə belə cavablandırdı. Bizim o ölkələrdə nümayəndəliklərimiz var idi ki, orada böyük erməni icmaları yaşayırdı. David Babayan qondarma rejimin Xarici İşlər Naziri kimi müxtəlif ölkələrə səfər etdiyini və bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin də məlumatlı olduğunu dedi. Bildirdi ki, Ermənistan Xarici İşlər Naziri ilə mütəmadi olaraq görüşürdülər. Bir sıra xarici ölkələrdə Amerika Birləşmiş Ştatları, Fransa, Belçika, Rusiyada olmuşam. Bizim diaspora ilə və müxtəlif dairələrlə də görüşürdük. Dövlət ittihamçısı Təranə Məmmədovanın Ruben Vardanyanı tanıyırsınız sualına cavabında təqsirləndirilən dedi ki, adı çəkilən şəxsi 2007-2008-ci illərdən tanıyır. Sonralar işgüzar münasibətlər olub. Ruben Vardanyan erməni diasporunun mühüm şəxslərindən biri idi. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov David Babayanın vaxtilə media müsahibəsini xatırlatdı. Müsahibədə təqsirləndirilən o zaman işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiyasına qarşı olduğunu, Azərbaycanlılarla ermənilərin birgə yaşayışının mümkünsüzlüyünü qeyd edib. Müsahibədəki fikirlərlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarına cavabında David Babayan Azərbaycanlılarla ermənilərin birgə yaşayışın perspektivini görmədiyini, inteqrasiyasının mümkünsüz olduğunu dedi. Bildirdi ki, təqsirləndirilən digər şəxslər Arayik Harutyunyan, Ruben Vardanyan, habelə qondarma rejimin başqa vəzifəli şəxsləri də inteqrasiyanın əleyhinə olublar. Heç bir vəzifəli şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü. Təqsirləndirilən Arayik Harutyunyan da baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq dedi ki, Ermənistan tərəfindən vaxtilə işğal edilmiş suveren ərazilərimizdə məskunlaşmış sakinlərin Azərbaycana inteqrasiyası ilə bağlı aydın planları olmayıb. Təqsirləndirilən David Babayan vaxtilə Ermənistanın işğal altında saxladığı Azərbaycanın suveren ərazilərinə müxtəlif ölkələrdən rəsmi nümayəndələrin gəldiyini, xüsusilə də qondarma rejimə seçkilər keçiriləndə onların sayının çox olduğunu dedi. Bildirdi ki, bunlar müxtəlif ölkələrin deputatları, ictimai-siyasi xadimləridir. Ardınca zərərçəkmiş şəxslərin nümayəndələri və digər təqsirləndirilən şəxslərin müdafiəçiləri David Babayana suallar verdi.